hava yaxşıdır, balota getməyib. Arxaya gedirsiniz, arkada həmin o vəziyyətdir. İnsan xəstə olanda zan geliyor, skora gəlib çıxmır. Deyir, yola görə biz gəlmirik. Taksi gəlir, yarı yolda qalır. Xəstəyi vaxtında biz xəstəxanaya çatdıra bilmirik. Hal-hazırda biz Xəzər rayonu Binə qəsəbəsi 179-cu məhəllədəyik. Burada olmağımızın səbəbi isə barometrin qaynar xəttinə daxil olan şikayətdir. Şikayətdə isə vətəndaşlar bildirirlər ki, onların yolları bərbad vəziyyətdədir. Və bu mövzu ilə bağlı hər hansısa bir quruma müraciət etdikdə, qurumdan cavab olaraq onlara bildirilir ki, bu ərazi planda yoxdur. Vətəndaşlar bildirirlər ki, bura nə təcili tibbi yardım, nə də yanğın söndürən gəlib çıxa bilir. Bu yollarımızla bağlı çox bərbaddır. Yəni uşaqlar məktəbə getməyə, gəlməyə çox əziyyət çəkir. Yəni bununla bağlı bir həmzəm qılsalar daha da yaxşı olur. Balotan özünüz görürsünüz, hələ hava yaxşıdır, balota getməyib. Arxaya gedirsiniz, arkada həmin o vəziyyətdir. Bununla bağlı bir tədbir görsələr daha da yaxşıdır. Amma qaz pulu, işi puluna gələndə hamı qaçır gəlir. Nə başqa bir şeylə bağlı gələndə hamı qaçır gəlir. Amma bu yola qalanda heç buna əncəb qılmır. Axırı necə olacaq bunun? İnsan xəstə olanda zan geliyor, skora gəlib çıxmır. Deyir, yola görə biz gəlmirik. Xaç bir ancam çəkin də bizim yolumuzda. Biz də uşaqlar məktəbə gedə bilmirək. Yağışda, qarda. İndi düzdür, indi balaca qurulluqdur gəlmişsə, çox sağ olur. İndi baxırsa, bizim vəziyyətimiz budur. O yolu biz xarcimlə düzəlmişik. İndi çəkərsiniz də oranda. Bəs bura necə olar, mən bilmirəm. Bax, qızım, 4 dəfə Mərdəkana icraya getmişik bu yol üçün. Sonra şəhərə getmişik, adı yadımdan çıxıb valla. 70 manat pul vermişik, avtobus, maşın, bax oraya. 70 manata maşın tutub getmişik. Skoro gəlir, çatmır. Taksi gəlir, yarı yolda qalır. Xəstəyi vaxtında biz xəstəxanaya çatdıra bilmirik, sana qurban. Bax, bu 10-15-ci dəfə çəkiliş var. Amma bizə heç kimdən kömək yoxdur. Müraciət eləməklə inşallah ki, nəsə bir işə yarayar. Vallahi müraciətlərimiz olur. Amma ki, bizə deyilir ki, yəni layihədə yoxdur. Ümumiyyətlə, bura layihədə yoxdur. Əgər burada qaz varsa, işıq varsa, burada hansısa torpaq sahəsinə pul ödənirsə, yəqin ki, o layihədə var ki, bu olur. Amma niyə sırf bu yola gələndə layihədə olmur? Bax, öz vəsaitimizlə o məhəllədə pul yığıb, yəni öz vəsaitimizlə yol düzəltmişik. Nə vaxta kimi bu belə davam eləyəcək? Çox əziyyət çəkirik. Elə su barədə də, kanalizasiya barədə də, zibil qabları yoxdur. Yəni o yol olsa, yol düzəlsə, yəqin ki, o zibil qabları da o da nəzərə alırlar. Yay olur, bütün bu küçələrdə o itlər, yiyəsiz itlərin əlindən də çıxmaq olmur. Yəni bunun hamısı nə ilə bağlıdır? Ən azı asfalt olsa, bu yolda düzəliş olsa, onun hamısı nəzərə alırlar. Çox əziyyət çəkirik, çox. Bax, indi qurudu ona görə bilinmir. Siz yağışlı havada gəlib görsəniz o gölməçələr, o su, o bataqlıq nə vəziyyətdədir, keçmək olmur. Körpə uşaqları qucağımıza götürüb aparırıq biz məktəbə. Qeyd olunan şikayətlə bağlı Xəzər rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, avtomobil yolu təsərrüfatı və yol infrastrukturunun inkişafı ilə bağlı işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Binə qəsəbəsi 179-cu Binə küçəsi də daxil olmaqla istismara yararsız yolların əsaslı təmiri və yenidən qurulması ilə bağlı məlumatlar hazırlanaraq adiyyəti üzrə təqdim edilib və Dövlət İnvestisiya Proqramına daxil edilməsi gözlənilir. Eyni zamanda yağış və tullantı sularının idarə olunması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyətinə aiddir. Agentlik tərəfindən kanalizasiya sistemlərinin layihə sənədləri hazırlanıb və tikinti işlərinin mərhələli şəkildə Dövlət İnvestisiya Proqramı çərçivəsində icrası nəzərdə tutulur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra geniş miqyaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədi ilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Sözü gedən ərazidə də şəbəkənin qurulması mərhələli şəkildə həyata keçiriləcək. İcra Hakimiyyətinin göstərişi üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də cavab aldıq.
Bildirildi ki, investisiya proqramı çərçivəsində agentlik bu cür ərazilərdə təmir işlərini həyata keçirə bilər. Lakin həmin ərazilərin proqrama daxil edilməsi üçün icra hakimiyyəti tərəfindən müvafiq istiqamətlər üzrə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilməlidir. Bu təkliflər əsasında ərazi investisiya proqramına daxil edildikdən sonra təmir işlərinin icrası agentliyə həvalə oluna bilər. Bax belə, gördüyünüz kimi iki dövlət qurumu məsələni bir-birinin üstünə atır. Bu halda vətəndaş hara şikayət eləsin? Kimdən ümid gözləsin?